Yəni, bir məsələdə ixtilaf elədiyi zaman insan nə etməlidir? O ixtilafı öz havasına görə yox, öz nəfsinə görə yox, öz istəklərinə görə yox, öz gücünə görə yox, Allah və Rəsulunun yoluna görə həll etməlidir. Ola bilər, bir zəif haqlı olar, bir güclü, bədəncə güclü haqsız olar. Allah və Rəsulunun dininə qaytaranda zəifə qarşı olar hökm. Ona boyun əyməli güclü. Deməli deyir ki, bu kimdir mənim qabağımda, mən onun qabağında səhv çıxım. Bu imandan deyil. Ona görə də ixtilaflı məsələlərdə müsəlman daima niyə qayıtmalıdır? Gəlib biliklilərin yanına deməli, qardaş, bizim aramızda bir münasibət var. Bizim aramız dəyib. Neyniyək? Qardaş da deməlidir ki, əxi, hər iki tərəfi dinləməlidir. Nə deməlidir? Deməlidir, əxi, sən səhvsən. O da deməlidir ki, Allaha iman etdim, eşitdim və itaat etdim. Müsəlman belə olmalıdır. Yoxsa ki, subhanallah, o mənim xətrimə dəydi, o da deyir, bu mənim xətrimə dəydi. Parçalanma, bugün müsəlmanların halına baxın, necə parçalanablar. Hamısı neydəndir? Məsələni Allah və Rəsuluna qaytarmamaqdan. Əgər bir məsələ Allah və Rəsuluna qaytarırlarsa, vallahi orada ixtilaf olmaz. Bizim dinimizin gecəsi də gündüzü kimidir. Bizim dinimizdə parçalanmaya yer yoxdur. Amma baxın, Allah subhanə nə deyir? وَأَطِيعُ اللّٰهَ وَرَسُولُ وَلَا تَنَازَعُوا Allaha və Rəsuluna itaət edin və mübahisə etməyin. فَتَفْشَلُوا وَتَذْهَبَ رِيحُكُمْ Fikir verin. Zəifləyərsiz və gücünüz gedər. وَاصْبِرُوا اِنَّ اللّٰهَ مَعَ الصَّابِرِينَ Səbr edin, Allah səbr edənlərləndir. Fikir ver, əksinə səbr etməlisən. Əksinə deməlisən ki, əlhəmdülillah, Allah və Rəsulu belə istəyib. Mən tabiyəm ona, mən səhvəm. Əbu Bakırla Ömərin arasında bir ixtilaf düşmüşdü. Bir-birlərini acılamışdılar demək olar ki. Ayrılan kimi dərhal ikisi də getdi Peyğəmbər sallallahu aleyhi ve sellem yanına ki, ya Rəbbim, ya Allahın Rəsulu, bizi barışdır. Niyə? Çünki iman tələb eləyir onu, qəlbdəki iman. Qəlbdəki iman səni narahat eləməlidir ki, mən qardaşım bək haqqına girmişəm. Sən gecə yata bilmərsən. 3 gündən artıq mən necə küslü qala bilərəm ki, 3 gündən artıq mənə haramdır küslü qalmaq. Amma müsəlmanlar bugün, baxın, heç narahat deyirlər bir-birlərinin haqqına girməkdə. Fikirləşmirlər ki, bu haqq qiyamət günü zülmət olacaq sənin üçün. O haqqı sən qiyamət günü pulunla, var dövlətinlə, hörmətinlə qaytara bilməyəcəksən. Sən əməllərini verəcəksən o haqqı qaytarmaq üçün. Əməllərin qurtaracaq neyi verəcəksən? Günahları yüklənəcək sənə. Və müflis olacaqsan.